Aparıcı Rövşanə Asəfqızı ginekoloqları sosial media hesablarındakı paylaşımlarına görə tənqid edib. Axşamaz xəbər verir ki, bu barədə aparıcı Instagram hesabında yazıb. Bəzi həkimlər lap ağ ediblər. Aburhəyə qalsın, kimisə bu şəkildə göstərmək tərbiyəsizlikdir sadəcə. Ayıbdır vallah, nə edirsiniz edin, daha bunu gözümüzə soxmayın. Ərin xəyanət etməyəcək nə deməkdir? Belə çıxır ki, bu prosedurlardan keçməyənlərin əri ucdan tutma xəyanət edir. Abrınız olsun, çörəyiniz çıxan orqanı belə urvatsız etməyin. Vallahi kişilərdə qadına maraq qalmayacaq. Hər şey ortadadır. Bir tikə çörək yemişdik, ürəyimiz çıxdı ağzımıza. Kimin harasından nə axır, nəyimiz lazımdır? Ginekoloqların çoxunun paylaşımlarından ifrazat qoxusu gəlir. Instagramı döndəriblər ginekoloji stola. İsmin bütün hallarını beldən aşağı işlədirlər. Nə qədər iyrənc.